Məlum olduğu kimi Nazirlər Kabineti əmək pensiyaları haqqında qanuna edilən dəyişikliklərə uyğun olaraq yeni qaydaları təsdiq edib. Yeni sənədə əsasən əmək pensiyalarının təyin edilməsi, təyin olunmasından imtina edilməsi, yenidən hesablanması, dayandırılması, bərpası və bir növdən başqa növə keçirilməsi barədə qərarlarda göstərilən məlumatlar elektron hökumət informasiya sistemi üzərindən təqdim və ya əldə edilə bilər. Doğru Xəbər Azərbaycan bildirir ki, bu barədə millət vəkili Vüqar Bayramov sosial şəbəkə hesabında yazıb. O qeyd edib ki, bu qərarlarda göstərilən məlumatların elektron hökumət informasiya sistemi üzərindən təqdim edilməsi həmin qərarların təqdim olunmasına bərabər tutulur. Yeni qaydalar pensiyaların təyin edilməsi, təyin olunmasından imtina edilməsi, yenidən hesablanması, dayandırılması, bərpası və bir növdən başqa növə keçirilməsi ilə bağlı qərarların daha çevik qəbul edilməsinə və nəticənin daha qısa zamanda bölüşdürülməsinə imkan verəcək. Pensiyaların proaktiv təyin olunduğunu nəzərə alaraq bu qaydalar xüsusən pensiyaların yenidən hesablanması və pensiya növünün dəyişdirilməsi proseslərinin sadələşdirilməsinə imkan verəcək. Bu şəffaflığı və əlçatanlığı daha da artıracaq. Vüqar Bayramov qeyd edib ki, bu isə təqaüd növünü dəyişmək istəyən pensiyaçılar və eləcə də pensiyaya çıxmaq istəyənlər üçün yeni imkanlar deməkdir. Pensiyaların yenidən hesablanma sisteminin daha da elektronlaşdırılması isə bir sıra hallarda pensiya məbləğlərini də artıra bilər deyə o sözlərini əlavə edib.